Dəxli Bax nə var bu, deyinə? baxın, Sürprizdə. bax bu görürsünüzmü? Alonadır bu. Görürsünüzmü? Kim Gör. oxşuyur burada? Vallahi Mehribana oxşatmağa Bəli. çalışdılar, aydın məsələdir. Mehribana da deyir. Mehribana, ha. Amma Mehriban Alona qaymaq istəyirlər də Alyonadan. əsl Alona. Bundan mehriban düzəltmək istəyirlər bizə. Bax bundan. Deyəmədim. İlham Əliyev razı idi. 1000 dənə mehman olsun. 1000 dənə Turan, 1000 dənə Orduxan, 1000 dənə Elşad, 1000 dənə Zəki, Orxan, Orduxan, Süleyman, 1000 qabil olsun. Amma ikisi bir yerdə olmasın. Üçü bir yerdə olmasın. Bugün Mehman Hüseynovun bu araşdırmaları çox da təşəkkür eləməliyik biz Emin Hüseynova qardaşına. Çox da təşəkkür eləməliyik biz İlqar Hacıyevə. Bunların araşdırması nəticəsində bütün müxalifət birləşdiyində hakimiyyətdə qırğın gedəcək. Milyardlar xərcləyiblər indiyə kimi. Amma baxın ha, gündəmi dəyişmək üçün, baxın ha, köhnə adamlarını, adını çəkmirəm. Köhnə adamlarınla güya nə bilim hansısa müğənnilər bir-birini qırır, general boşandı, filan kəs, nə bilim nazirin arvadı qaçdı tez arvadda. Heç nə ortaya girə bilmir. Heç nə gündəmi dəyişə bilmir. İlham dəli olubdu İlham Əliyev. Şokdadır İlham Əliyev. Gündəmi dəyişə bilmir. Ya gələk harasa yandıralar, ya gələk harasa partladarlar səmalyotu. Nəsə deyirlər, bəlkə gündəmi dəyişələr. Yenə də dəyişəməyəcəklər. Bu xalq İlham Əliyevdən bir 5 götürübdü. Hər evə bəla gətiribdi. Elə bir ailə yoxdur ki, orada ölüm döşəyində olan adam olmasın, müalicə o sağalmasa öləcək və yaxud ölüm gəlməsin, elə bir ailə yoxdur. Zaten elə bir ailə çətin tapmaq olur, balaların xaricə belə didərgin düşməsinlər. Ona görə İlham Əliyev o dədə babalarımız demiş, bir Tozlar demiş, bir Əli dağı çəkib, bir Vəli dağı çəkib bizə İlham Əliyev. Heç vaxtı gördünüzmü? Biz bir şey olanda güclənirik. O nə tərdir? Biz zərbələr atdıq qalanda daha da qızışıyor. Həqiqətən də mən ona fikir verdim ki, bu 3 gün ərzində mən gördüm də, yenə deyirəm ki, bir-birinə qarşı olan, ikini olan, nifrəti olan blogerlər hamı bu məsələdə həmrəyliyini göstərdi və mən o 24 yanvarda yaymışdım birinci araşdırmanı. 24 yanvarı mən elan edirəm ki, Alyona Əliyevanın ətrafında həmrəylik bayramı. Buyurun, çox gözəl. Alyona Əliyeva həmrəylik bayramı və bir sual yadımdan çıxmışdı. Mən bu sualı mütləq verməliyəm. Çünki troller bundan çox istifadə edir. Troller. Deməli, 9 qadın jurnalistimizin fikri arayıq türmədə çay içir. Vardanyanın əlini bağlamayıb gətirirlər. Mən deyəndən sonra bağlayırlar. 9 qadın jurnalisti, qadın dindarları həbsə soxan İlham Əliyev. Cəmil Həsəninin qızı, Xədicə İsmail, Məhəmməd Mirzəli, Mehmanın özünün, elə mənim də yoldaşımın başına, başqa bir başını çıplaq qadına calamışlar yapay zəka ilə. Deməli, çəkiblər, AzTV-lər bar-bar bağırırdı. Bütün hamısı görüntüləri yayırdı. Bu görüntüləri, əxlaqsız imiş müxalif liderlər, nə bilim kimlər. Və indi bundan çox istifadə edirlər ki, Azərbaycan kişisi, Qafqaz kişisi damarlarında Qafqaz qanı axan, nə bilim nə axan, qadın söhbət eləməməliydi, qadınla vurmamalıydı, qadını belləməməliydi. Bunlara nə deyə bilərsiniz? Bəs mən də ona görə deyirəm ki, biz İlham Əliyevə həyatında ona belə zərbə vuran olmamışdı. Yəni İlham Əliyev razı idi ki, hər bir blogerə nə qədər məbləğ lazımdırsa versin, bircə bu fotolar, videolar ortaya çıxmasın. Mən əminəm ki, bu səhv Əli Nağıyevin və Orxan Sultanovun olub. Çünki prezidentin övladı evlənirsə və İlham Əliyev tapşırıq vermişdi ki, sosial şəbəkələrdən Alyona'ya aid bir dənə də şey olmasın. Alyona'ya aid bir dənə məlumat olmasın. Bu ağ qaşıq olacaq. Bu Alyona ağ qaşıq, ağ olmalıdır. Ağ. Alyona ağ qaşıq kimi olmalıdır ki. Və nə oldu bu Alyona'nın qəhbəliyi yayılanda hamı qeyrət damarı tutdu, kişilik damarı tutdu hökumətin. Nə oldu? İndi mən deyirəm ki, o hökumət bizə bəzi trollar deyir ki, kişi Azərbaycan qadını haqqında danışmaz. Bəs İlham Əliyev, kişi İlham Əliyev hər gün Real TV-nin efirində mənim ölmüş anamdan nə istəyir? Ay nə bilim ermənidir, ay nə bilim mehman budur, odur. Ay kişi, və İlham Əliyev necə bir kişidir ki, Mehman Hüseynovun otağına kamera qoyub və izləyirdi ki, Mehman. Mən indi başa düşürəm ki, o niyə kamera qoyub. Bəlkə Alyona'nı mənim yatağımda axtarıb. Bəlkə Əli Nağıyev o arvadını, Soska arvadını, Nahidə Nağıyevanı mənim yatağımda axtarıb. Kim axtardı? Mənim otağımda İlham Əliyev kim axtardı? Mənim otağımda Əli Nağıyevin arvadı yox idi. Bala Heydərin arvadı Alyona Əliyeva yox idi. Kim axtardı da? Nə istəyirdi? Bu şey niyə şeyimi güdürdü? Bu niyə məni özümdən çıxardı? Buna İlham Əliyev sənə lazım idi. Mən hər gün, hər həftə bunu artıq serial kimi biz buraxacağıq və bu yüksəlişlə gedəcək. Növbəti videonun anonsunu sizə elan edirəm. Bala Heydərə hədiyyə olunan ən bahalı villa. Bala Heydər Əliyevə toyunda ona hədiyyə olunan Bakıda ən bahalı villa. Mən onu çəkmişəm, dronla çəkmişəm və biz Alyona xanımın, Bala Heydərin villasını görəcəyik və bunu göstərəcəyik. Odur ki, bizim seriallarımıza dəstək olun, baxın, paylaşın. İlham Əliyevi mən sizə söz verirəm ki, biz bu sürətlə, bu templə getsək, bu yaxınlarda, bu ərəfədə İlham Əliyevi biz diz üstündə çöktürə bilərik. Necə ki, 3 gündür biz onu elə elədik ki, hüşünü itirib. O hüşünü itirib, amma hüşü qayıda bilər.
bizim ya verməməliyik ki, onun hüququ yerinə qayıtsın. Və bir sonunda bir sual verim sizə. Bununla da bitirək. Qısa bir-iki cümləlik cavab bəs eləyim. Görürəm yorulmusunuz, siz gecə gündüz işləyirsiniz, siz də mən kimi. Deməli, siz elə görüntülər ortaya qoydunuz ki, bu sıradan bir görüntü deyil. Emin bəyin çəkdiyi, sizin çəkdiyiniz görüntü deyil. Bu hardansa böyük qüvvələr tərəfindən sizə gəlibdir. Və mən də anons aldım ki, hələ qızların da, İlhamın qızlarının da görüntüləri gələ bilər, veriləcək və həftədə 1 ya 10 gündə bir paylaşılacaq. Ola bilsin bu dəfə mehman, gələn dəfə biri başqası, ola bilər hər dəfə mehman. Yəni siz Mehman bəy, siz bu həmən doğrudan da mı böyük qüvvələrdir və bunlar sizə gələcəkdə də nələrsə verəcəkmi? Böyük bir şeylər əlinizdədirmi? Daha da böyük şeylər əlinizə gələcəkmi? Burada məqsəd nədir əsas? Məqsəd nədir əsas? Baxın, bu Kimsə deyir Ramiz Mehdiyevidir, kimsə deyir bəyləri vurdular, bəylərin adamlarıdır. Əsas məqsəd nədir? məqsəd odur ki, insanlar biz blogerik, biz kimsə jurnalistlik, kimsə öz kanalı var, kimsə danışan dillərik. Biz insanlar başa düşməlidir ki, informasiyanı necə alırıqsa, o heç kimə maraqlı olmamalıdır. Mehman Hüseynov bunu pulla alıb, Ramiz Mehdiyev ötürüb, bəylər ötürüb, ötürsün. Əsas odur ki, bizə bu informasiyalar gəlsin və biz insanlara izah edək ki, ay adam, siz başa düşürsünüz niyə çörəyin qiyməti qalxıb? Siz başa düşürsünüz niyə benzinin qiyməti qalxıb? Siz başa düşürsünüz niyə fabriklər, zavodlar açılmır? Siz başa düşürsünüzmü sizin pullarınız kimin cibinə gedir? Yəni məsələ burada budur ki, mən bu görüntülər olmasaydı, çıxıb desəydim ki, ay bilirsən, ay Abil, Alyona'nın Dubayda macəraları var, Alyona'nın şəkilləri var, heç kim inanmazdı. Amma fakt olanda insanlar xoşlayır ki, fakt olsun. Yəni mən görüm ki, pulumu kim yeyib? Mən görüm ki, mənim vitse-prezidentim kim olacaq? Bax, indi İlham Əliyev ona görə çətin məsələdə qalıb ki, bu indi başa düşmür ki, bu Alyona'nı nətər bizə soxuşdursun? Ta bundan sonra ya boşamalıdır. Və indi burada mən də bir şey deyim. Burada bu Alyona videolarına 10 min, 20 min, 30 min adam baxmayıb ki, hakimiyyətin vecin olmasın. Burada milyonlar ölkənin yarıdan Sənin çoxu elə baxıb. ancaq bir video var. Milyon baxış gəlir TikTokdan. O mənim araşdırmamı paylaşdım. Baxın, milyonlarla insan baxıb. Bir dənə də şey deyim ki, birisinə seçkilərə görə 20-sinə kimi hər il siyahı, hər bir qapı döyülür siyahı. Təsəvvür edin, bu dəfə 30-una qaldırırlar, ayın 30-una qaldırırlar da çatmayıbdı. Hansı evin qapısını döyürlər? Alyona'dan danışır. Alyona'dan nə xəbər var? Devlətdə işləyən, orada nə deyirlər? Bütün Azərbaycan Alyona'dan danışır. İndi 5 gündür açıqlama vermirlər bunlar. Axı Mehmanın əlində daha böyük faktlar var. Daha böyük faktlar gələcək.